Mən böyüklərdən eşitmişəm, çox böyük sayıldığım insanlardan. O böyüklərdən neçəsindən bu sözü eşitmişəm ki, Həzrət Fatiməni tanımaq qeyri-mümkündür. Onu vəsf etmək qeyri-mümkündür, nəinki tanımaq. Hamı haqqında müxtəlif sözlər oxuyuruq. Gəlib Həzrət Fatimiyə növbə çatanda anlaşılması çətin olan sözlər danışılır, qəribə sözlər danışılır. O Peyğəmbər ki, vəhiydən başqa heç nə demir. Həmin Peyğəmbər deyir ki, fədaha əbuha, atası qurban olsun ona, Fatimiyə, atası fəda olsun Fatimiyə. Nəuzubillah, elə fikirləşməyin ki, biz qızımıza deyirik ki, anam, sənə qurban olun. Peyğəmbər də hala düşüb bu söz deyir. Peyğəmbərdir bu, bunun sözünün hesab kitabı var. Aləm Peyğəmbərə fədadır. Deyir ki, fədaha əbuha, atası ona fəda olsun. O bir ata deyil sıradan, o məxluqatın əşrəfidir. O bir yaradılışın nurudur, Fatimə də nurudur. Deyir ki, atası ona fəda olsun. Mənim nə vaxtım var, nə də ləyaqətim var bu sözü şərh eləyir. Harada görsənib qıza, o ata qızın ayağına dursun. Amma bu qız kimdir ki, Peyğəmbər bir dəfə də olmadı, istisnasız bir dəfə olmadı. İstisnasız hər zaman Həzrət Fatimə otağa daxil olanda Peyğəmbər ayağa durur, öz yerində ona durur. Hər dəfə səfərə gedir, axırıncı adam ki görüşür odur. Səfərdən qayıdır, ilk adam ki görüşür odur. Bir Arifdən eşitdim ki, dedi, o kişi olsaydı hökmən Peyğəmbər olardı. Mən birinci dəfə bu hədisi görəndə, bu hədisi şimdi deyəcəm, onu oxuyanda, inanın mən çaşbaş qaldım ki, nə sözdür? İndi də izahını tapa bilmirəm. Buyurur ki, kim Qədir gecəsinin sirrini tanısa Fatiməni əlaqətə, Qədir gecəsinin sirri ilə Həzrət Fatimə arasında. Mən bu sözü deyim sizə, yəni ürəyimin sözüdür. Yəqin ki, biz qiyaməti həm ona görə gözləyirik ki, qiyamətdə Fatiməni tanıyan, Fatimənin məqamı aşkar olsun. Qiyamətin maraqlı səhnələrindən biri Fatimənin tanınılmasıdır. Çünki ən pərdə arxasında qalan övliya Həzrət Fatimə. O zaman ki, hamı qiyamətdə sükut eləyib başı aşağı olacaq, Fatimə əzəmətlə məhşərə daxil olacaq, lərzəyə gətirəcək məhşərə. Heç kəs bilmir o kimdir, amma hamı bilir ki, o çox yüksək insan. O kimdir ki, Cəbrail ona xidmətlə fəxr edir, o kimdir ki, Allahın mələkləri başına təvaf edir, o kimdir ki, 12 imam hamısı pərvanə kimi onun başına dolanır. Həzrət Zəhra haqqında danışmaq çox çətin, asan deyil. Bunu biləndən sonra otur danışasan. Əvvəl biləsən ki, çətindir, dərk olunması mümkünsüzdür, sonra danışasan. Onun rolu gizlidir, həm varlıq aləmində, həm ictimai həyatda. 12 imam var, 12 imam onun görünən üzüdür. O 12 imamın sirridir. İmam Həsən Əskəri ilə sınanır ki, biz xalqa Allahın hüccətiyik, anamız bizə Allahın hüccətidir. Vallah bu sözlərin izahını mən, vallah deyirəm, bilmirəm. Nəsə bir-iki kəlmə danışaram, mən kiməm ki, bilim. Böyük adamlar bilir ki, bunlar, yəni onun zuhur imamlardır. O pərdə arxasıdır, nur imamlarda təcallı edir. İmamlarda zuhur edir.